kəs də bilir ki, Ramazan ayındayıq. Bu günlərim istədim ki, mən də oruç tutum. Onun üçün imsaka qalxmışam və oruçluqda insanı tox tutan qidalardan mən də istifadə edərək özümü gün boyunca tox tutmağa çalışacağam. Bunun üçün ən vacib, mütəxəssislərin də məsləhət gördüyü ən vacib yeyəcəklərdən birisi də zəngin proteinlə zəngin olan yumurtadır. Həm soyutma yumurta, həm də qayğanaq belə bir şəkildə mən istifadə etməyə çalışacağam. Təbii ki, çox yeyə bilməyəcəyim üçün hər şeydən kiçik qoymuşam. Balaca biraz pendir, biraz xurma, sonra oruçluqda yaxşı həzm olunsun deyə meyvəyə ehtiyac var, müəyyən qədər. Çox yeyə bilmirsiniz də, səhər onsuz da yuxulu olur insan. Ondan sonra biraz göy-göyərti, süd mütləq vacibdir. Sonra elə bil ki, dənəli olan şeylərdən lobyadır, nə bilim, noxuddur, belə şeylər də daha yaxşı tutur. Bir də qoz filan insanı tox saxlamağa kömək edəcək qozlu ləpələr, fındıq filan. Özünüz bundan əlavə doymasanız təbii ki, başqa bir yemək də yeyə bilərsiniz ki, mən yumurta çox da sevmədiyim üçün, amma məsləhət olduğu üçün yeyəcəm. Əlavə bir şey də yeməyə çalışacağam. Çay filan da içə bilərsiniz təbii ki, qalanları öz zövqünüzə qalır. Bunları eləsəz, bu adlarını saydıqlarım daha yaxşı oruç tuta biləcəksiniz. Səhərlər iştahım olmur normalda. Bugün özüm belə baxıb qalmışam. Bu nə iştahdır elə? Uşaq vaxtı xatırlayıram, anamla birlikdə oruç tutmağa qalxardım. Yeməyini ortaq çıxardım. Amma səhər oyanıb təkrar yeyərdim. Mənim orucum bu qədər qısa sürərdi. Səhər oruc yeməyi mənə maraqlı gələrdi o vaxtı. Peyğəmbərimiz xurmanı yeyəndə tək ədəd şəklində 1, 3, 5 kimi yeməyi məsləhət bilib. Elm insanları da bunu təsdiqləyir. Diqqət edin ki, imsakda ən sonuncu yediyiniz alma olsun. Çünki gün ərzində susamanız olmayacaq. İftara hələ var, saat 4-ə qalıb bu dəqiqə və mənim yediyim şeylərdən yumurta falan məni həqiqətən yaxşı tutdu. Tox tutdu, yəni çox da acmamışam, özümü yaxşı hiss edirəm və almada susuzluğumu aparıb və susamamışam. İndi isə istəyirəm ki, zamanımı dəyərləndirim, darıxmayım deyə prenses qolbağısı eləyəcəm. Özümə belə bir lentim var və 2 dənə belə bir ipdən, elə bir ki, roza rəng ipdən, bir də ağ ipdən istifadə edəcəm qolbağım üçün. İynədən keçirmişəm. Belə bir muncuqlardan istifadə edəcəm. Bir də belə bir qayçım var. İndi başlayaq. Mənim bir sevimli qolbağım vardı, qırılmışdı. Ondan qalan muncuqları dəyərləndirməyə qərar verdim. Çəhrayı, yəni pəmbə rəngi çox sevdiyim üçün bu lentdən istifadə edərək bir ilk edəcəm. Özümə də çox maraqlı gəlir. Sonunda necə alınacaq? Və ən gözəli nədir bilirsiniz? Bu qolbağdan dünyada heç kimdə olmayacaq. Yaşım az olan vaxt muncuqlardan daha çox qolbağlar, boyunbağı sırğa edərdim. İllərlə o qədər etdim ki, bir müddət sonra etməyi buraxdım. Amma çox əyləncəli hobbidir. Sonunda prenses qolbağımız hazırdır.
Mən onu biraz kənardan elədim. Proseslər fərqli olur, özəl olur. Onlara özəl olaraq mən də yan tərəfdə elədim. Belədir, belə bir qolbağım. Nə vaxt ki, pişiyimi sığallasam, əlim pişiyimin hansı yerinəsə dəysə, pişiyim o yerini dili ilə təmizləyir. Pişiklərin də tüpürcəyində asit olur deyə, fikrincə məndən gələn mikrobları təmizləyir. Demək ki, o məndən iyrənir. Sizin də pişikləriniz belə mi edir? Yoxsa mənim pişiyim mi təkcə məndən iyrənir? Bugün bir yanım Türkanə oruç tutubsan, yat dedi. O biri tərəfimdə gününü rəngləndirsən daha yaxşı olar dedi. Bu fikirləri mənə bir anekdotu xatırlatdı. Bir kənddə iki tənbəl olur. Onlar o qədər tənbəl olur ki, insanlara artıq hansı daha tənbəldir deyə maraqlı gəlir. Bunu bilmək üçün kənd insanları iki tənbəli bir daxmaya salıb daxmanı yandırırlar. Alov güclənəndə tənbəllərdən birisi kömək edin deyə qışqırır. O biri tənbəl də nə olar mənim yerimə də qışqır deyir. Anekdotu xatırladıqdan sonra gördüyünüz kimi anama yemək bişirməkdə kömək etməyə qərar verdim. Görüntüyə baxanda elə çıxır ki, yeməyi mən bişirirəm, amma elə deyil. Sadəcə gördüyünüz qədər kömək edirəm. Oruç açanda birinci sulu xörək yeməyi unutmayın ki, mədəniniz incitməsin. Mən bugün orucumu boş xəngəllə açacağam. Xörəyimiz hazır, iftara da çox az qaldı. Özümü çox yaxşı hiss edirəm. İnanın ki, yəni 1-2 saat da qalmaq lazımdırsa, qala bilərəm. Həqiqətən mənim yediklərim tox tutdu. Siz də bu şəkildə özünüzü tox tutan qidalarla oruç tuta bilərsiniz. Hələlik başqa bir videoda görüşənədək.